Salam əziz dəyərli izləyicilər. Biz sizinlə ötən videoda təsriflənməyən fe'llər, fe'li sifət haqqında geniş məlumat əldə elədik. Həmin məlumatlar əsasında bu gün müəllimlərin işə qəbulu testindən bir neçə testin izahı ilə tanış olaq. Hansı cümlədə fe'li sifət işlənib? Qolu işləməli köynəyini geymişdi. İlk əvvəl işləməli sözündə malı məli şəkilçisini görərək biz bunu fe'li sifət düşünə bilərik. Amma işləmə isimdir. Yəni feildən düzələn isimdir. Tikmə, işlənmə bu kimi sözlər fe'li sifət deyil. Belə çalışqan insanları çox sevirəm. Çalışqan sözü burada feildən düzələn sifət olduğundan fe'li sifətli bir əlamət burada yoxdur. Qovurmalı aşı iştah ilə yedi. Qovurma feildir. Yenə də malı şəkilçisi burada parçalanır. Qovurmalı. Ötən dərsimizdə biz bu haqda danışmışdıq. Sifətdir. İsimdən düzələn sifətdir. Gəncliyin günəşi saralan deyil. Bəli, saralan fe'li sifətdir. İndiki məzmuna aid olan fe'li sifətdir. Deyil sözü ilə inkar olaraq cümlədə işlənmişdir. Ona görə də doğru cavabımız burada D bəndidir. Ahılların 70 kəfəni çürüdüb. Burada da fe'li sifət yoxdur. İkinci testə keçək. Fe'li sifət tərkibi mübtədanın ifadə vasitəsidir. İclasdan çıxanlar çatanda artıq gec idi. İlk əvvəl biz bunu dərhal götürə bilərik, amma burada iclasdan çıxanlar fe'li sifət tərkibi fe'li bağlamanın asılı tərəfidir. Yəni əslində iclasdan çıxanlar çatanda artıq gec idi. Ona görə burada mübtəda fe'li sifət tərkibi ilə ifadə olunan mübtəda yoxdur. Yeni alınanları dünən göndərmişdim axı. B bəndində yeni alınanları, yəni nəyi alınanları dünən göndərmişdim axı. Burada da mübtəda olmadığından bu cümlənin üstündən də keçirik. Gərək çağırılanlar vaxtında gələ idilər. Gərək burada ədatdır, arzu ədatıdır. Çağırılanlar da burada gərək ədat olduğundan burada mübtəda tərkib yaratmayıb. Bizdən fe'li sifət tərkibini mübtəda vəzifəsində istəyir. İşin sonunu bilənlər bu oyuna qatılmalıdırlar. İşin sonunu bilənlər, bəli, bu mübtəda fe'li sifət tərkibi ilə ifadə olunan mübtədadır və doğru cavabımız D bəndidir. Bəs niyə Y bəndi deyil? Onların oxuyanları, bu da sizi çaşdıra bilər. Burada oxuyanlar ismi birləşmədir. Onların oxuyanları. Üçüncü növ ismi birləşmədir. Ona görə də bu fe'li sifət tərkibini yaratmayıb. Biz bilirik ki, tərkib yalnız fe'lə məxsus xüsusiyyətdir. Fe'li sifət ismi birləşmənin tərəfi olursa, burada fe'li tərkib yarada bilməz. Üçüncü testə baxaq. Fe'li sifət tərkibi işlənmiş cümləni müəyyən eləyin. Burada fe'li sifət tərkibini istəyir bizdən. Yaza bilməyənləri sinifdə saxlayacaqlar. Kimi yaza bilməyənləri. Biz bunu tərkib düşünə bilərik, amma biz bilirik ki, mürəkkəb fe'llər fe'lin sonuna A şəkilçisini A bilmək formasında olanda bu mürəkkəb fe'ldir. Mürəkkəb fe'l də tərkib yarada bilmədiyindən A variantı burada doğru deyil. Yəni burada tərkib yoxdur. Fe'li sifət var, amma fe'li sifət tərkibi yoxdur. Cavabları bilənlər əllərini qaldırsınlar. Kim? Cavabları bilənlər. B variantında doğrudur. Fe'li sifət tərkibi işlənmişdir. Doğru cavabımız B variantıdır. Sonraki testlərə də baxaq. Yəni testin yollarını anlayaq. Sən evə gələndə bizə də xəbər et. Burada fe'li sifət yoxdur. Fe'li bağlama tərkibi var. Öyrənə bildiklərin sənin sərvətindir. Yenə də bilmək fe'li A, Ə şəkilçisinə birləşib. Burada mürəkkəb fe'l əmələ gəlib. Ona görə də burada da fe'li sifət tərkibi yoxdur. Yaxşı olanları xəstəxanadan göndərin. Yaxşı olanlar yenə də mürəkkəb fe'ldir, amma fe'li sifət tərkibi deyil. Ona görə də doğru cavabımız 3-cü testdə
B bəndidir. Dördüncü testin tələbinə baxaq. Məstər və ismin ortaq əlamətləri hansılardır? Biz bilirik isim kim, nə, hara suallarına cavab verir, amma məstər kim sualına deyil, nə sualına cavab verir. Həm də məstər hərəkətin əşya olaraq yox, hərəkətin adını bildirir. Deməli, birinci bəndimiz ortaq bənd sayıla bilmir. Quruluşca sadə, düzəltmə, mürəkkəb olmaq. Bəli, məstər də quruluşca sadə ola bilər, düzəltmə ola bilər, yazışmaq, düzəltmə ola bilər, oxumaq sadə ola bilər, həmçinin isim də eynən. Mürəkkəb də ola bilər, adam olmaq, yaxşı olmaq. Bildiyimiz kimi isimdə quruluşuna görə sadə və mürəkkəb düzəltmə ola bilər. Ona görə burada ikinci bəndi düzgün bənd hesab eləyirik. Mübtəda təyin kimi işlənmək. Biz bilirik ki, isim mübtəda kimi təyin kimi işlənə bilir, amma məstər mübtəda kimi işlənə bilsə də təyin kimi işlənə bilmir. Ona görə bu cavabımız ortaq əlamət sayıla bilməz. Mənsubiyyətə görə dəyişmək. Bəli, məstər də isim kimi mənsubiyyətə görə dəyişir, hallanır, amma cəm şəkilsi qəbul eləmək ismin xüsusiyyətləri kimi məstərə aid deyil. Ona görə biz burada dördüncü bəndi də doğru bənd kimi götürə bilərik. Bütün şəxs şəkilçilərini qəbul edə bilmək. İsim şəxsə görə dəyişir. Mən müəlliməm, sən müəllimsən, o müəllimdir. Biz müəllimik, siz müəllimsiniz, onlar müəllimdirlər. Amma məstər bütün şəxslərə görə dəyişsə, onda təsriflənən feil ola bilərdi. Yəni bu xüsusiyyət məstərə aid olmadığından 5-ci bəndimiz səhv bənd hesab olunur. Qoşmalarla işlənmək, əlbəttə ki, isim də qoşmalarla işlənir. Məstər də oxumaq üçün, yazmaq üçün və ilaxır, günəş üçün, günəş kimi və ilaxır. Doğru bəndimiz burada Y bəndi doğru bənd kimi doğru sayılır. 5-ci testin izahına baxaq. Evə çatanda gələnləri görüb geri döndü. Nümunəsinin təhlilinə aid olan fikirləri müəyyən eləyin. Fe'li sifət tərkib əmələ gətirib. Baxaq cümlədə fe'li sifətanı evə çatanda fe'li bağlama, gələnləri görüb. Burada fe'li sifət fe'li bağlamanın asılı tərəfidir. Deməli, tərkib əmələ gətirməyib. Ona görə də birinci bəndimiz uyğun cavab deyil. Fe'li sifət fe'li bağlamaya aid deyil. Yanlış cavabdır. Çünki burada gələnləri görüb, gələnləri görərək. Burada fe'li sifət fe'li bağlamaya aid olduğundan bu da uyğun cavab deyil. Yalnız fe'li bağlama tərkib əmələ gətirib. Doğrudur. Burada fe'li sifət deyil, fe'li bağlama. Evə çatanda gələnləri görüb geri qayıtdı. Görərək geri qayıtdı. Ona görə də 3-cü bəndimizi doğru bənd kimi götürək. Fe'li sifət məlum növdə işlənib. Gələnləri məlum növdədir. Doğrudur. 4-cü bəndimiz də doğrudur. Fərqləndirilən hissə zaman məzmununu ifadə edir. Haçan evə çatanda nə vaxt? Fe'li bağlamadır. Fe'li bağlamada zaman anlayışını da ifadə edib. Zaman zərfliyi vəzifəsində burada işlənmişdir. 5-ci bəndimiz də uyğundur. Ona görə də doğru cavab 5-də B variantıdır. 3, 4 və 5-ci bəndlər uyğun bənd hesab olunur. 6-cı testin tələbinə baxaq. Yalnız anda şəkilçili fe'li bağlama kimi düşünülən variantı müəyyən eləyin. Deyirik burada, yəni anda şəkilçisi fe'li bağlama kimi düşünülsün. Dərs danışanda həyəcan duyurdum. Haçan dərs danışanda. Amma bir də deyirəm ki, dərs danışan adamda, yəni insanda. Ona görə burada həm insan kimi, yəni həm də fe'li bağlama kimi düşünmək olur. Kitabı alanda maraqlı əşya gördüm. Haçan? Kitabı alanda, nə zaman? Bir də kimdə? Kitabı alanda. Yəni burada da tam fe'li bağlama kimi düşünülmür. Çantamı açanda pul qabını gördüm. Yəni bir var ki, haçan, nə vaxt, nə zaman pul qabını gördüm? Bir də deyir ki,
Çantamı açan adam, yəni bu mənada. Sən bunu oxuyandan soruş. Kimdən soruş? Oxuyandan soruş. Burada heç sən bunu oxuyandan kimdən soruş? Burada heç fe'li sifət də fe'li bağlama da yoxdur. Fe'li sifət var burada. Gərək evə gələndə tələsərdim. Bəli, haçan nə vaxt gələndə, anda, əndə burada yalnız fe'li bağlama kimi düşünülür və doğru cavabımız Y bəndi sayılır. 7-ci testimizin cavabı yazdırılmış məktub birləşməsindəki fe'li sifətin təhlilinə aid olan fikirləri müəyyən eləyin. İcbar növdə işlənib, xeyr, ondan sonra məchul növdədir, yazdırılmış, bilinmir kim tərəfindən yazdırılıb. Keçmiş məzmunundadır, zaman məzmunundadır, bəli, yazdırılmış, keçmiş zaman mənasındadır. Kim tərəfindən yazıldığı məlum deyil, ikinci bəndimiz doğru bənd sayılır. Tərkib əmələ gətirib, yazdırılmış məktubda burada tək işləndiyindən tərkib görmədim. Ona görə də bu doğru cavab deyil. Məchul növdə işlənib, doğrudur. Bayaq izah elədim, məchul növdədir. İsmin xüsusiyyətlərini daşımır. İsmin xüsusiyyətlərini daşımadığından burada doğru bəndimiz D bəndi sayılır. 8 nömrəli testimizə baxaq. Sən gedəndən sonra yemək yeyib yatacaq cümləsində hansı təsriflənməyən formalar işlənib? Gedəndən sonra burada işlənib. Burada işlənib gedəndən fe'li sifət çıxışlıq hal şəkilsi ilə qoşma ilə bir yerdə yemək yeyib, yemək yeyərək. Burada da işlənib fe'li bağlama. Fe'li sifət, fe'li bağlama doğru cavab B bəndimizdir. Fe'li sifət əmələ gətirən şəkilçilər sifət düzəldən şəkilçilərdən fərqli olaraq nöqtələrin yerinə yazıla bilər. Leksik şəkilçilərdir. Fe'li sifət əmələ gətirən şəkilçilər biz demişdik ki, qrammatik şəkilçilərdir. Ona görə bu doğru deyil. Nöqtələrin yerinə bu yazıla bilməz. Yalnız feillərə artırılır. Fe'li sifət şəkilçiləri bəli, fe'li sifət şəkilçiləri istər təsriflənən feillərə, istər də ki, feillər, yəni tam olaraq feillərə artırılır. Ona görə də yalnız feillərə artırılır, doğru cavab sayılır. Mən bunu götürərdim 2. Yazıla bilər. Fe'li sifət əmələ gətirən şəkilçilərin sifət düzəldən şəkilçilərdən fərqli olaraq. Fərqi nədir? 2-ni uyğun hesab edirik. Həm alınma, həm də milli olanı var. Fe'li artırılan şəkilçilər milli şəkilçilər olduğundan bu variantı da nöqtələrin yerinə yazmaq doğru hesab eləmirəm. Zaman məzmununu ifadə edir. Bəli, fe'li sifət şəkilçiləri zaman bildirmir. Zamana görə dəyişmir. Zaman anlayışını ifadə edir. Ona görə də burada doğru cavabımız B variantı sayılır. On nömrəli testə baxaq. Sənədlərə baxılanda qonaqların gəldiyini görmədim nümunəsindəki feillərlə bağlı doğru olan fikirləri müəyyən edin. Buradakı feillər hansılardır? Baxılanda, bir də qonaqların gəldiyini görmədim. Baxılanda burada fe'li bağlamadır. Gəldiyini, nəyi gəldiyini fe'li sifətlə isimləşib. Bir də görmədim də təsriflənən feildir. Xəbər şəklində olan təsriflənən feildir, birinci şəxsdədir. Fe'li bağlama məchul növdə deyil. Birinci bəndimizdə deyilir məchul növdədir. Xeyr, baxılanda, sənədlərə baxılanda. Mən həmişə qeyd eləmişəm ki, şəxssiz feil daha çox yönlü halı ilə işlənir. Elə ona görə də burada məchul növ deyil, şəxssiz feildir. Fe'li sifət tərkib əmələ gətirməyib. Sənədlərə baxılanda qonaqların gəldiyini görmədim. Nəyi görmədim? Qonaqların gəldiyini görmədim. Tərkib əmələ gətirib ikinci bəndimiz səhv bənddir. Feillərdən ikisi məlum növdə gəldiyini görmədim. İnkarda da olsa məlum növdədir, bəli. O birini də bayaq izah elədim. Elə baxılanda məchul deyil, şəxssiz növdədir. Üçüncü bəndimiz doğru bənd sayılır.
Fe'li sifət tərkibi keçmiş zaman anlayışındadır. Bəli, mən izahımda da qeyd eləmişəm. Bu şəkilçi keçmiş zaman anlayışını ifadə edir, gəldiyini görmədim. Testdə yaranan bir anlayışı diqqətinizə çatdırım ki, burada 5-ci bənddə fe'li bağlamaya aid olan subyekt bərpa oluna bilər. Fe'li bağlama biz bilirik ki, sənədlərə baxılanda şəxssiz fe'ldir. Şəxssiz fe'lin subyekti bərpa oluna bilməz. Subyekt də yəni mübtəda nəzərdə tutulur. Ona görə də 5-ci bəndimiz belə düzələ bilər. Fe'li bağlamaya aid olan subyekt bərpa oluna bilməz desək, doğru bəndimiz burada C bəndi sayıla bilər. 11-ci testə diqqət yetirək. Verilən fikirlərdən hansı doğrudur? Məsdər digər təsriflənməyən formalardan fərqli olaraq iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Doğrudur, məsdər iki nitq hissəsinin xüsusiyyətini daşıyır. Ancaq digər təsriflənməyən fe'llər də iki nitq hissəsinin xüsusiyyətini daşıdığından bu çaşdırıcı sualdır. Bu doğru sual deyil. Təsriflənməyən fe'llərin hamısı cümlədə müxtəlif cümlə üzvləri vəzifəsində çıxış edə bilər. Bu fe'li sifətə aid olsa da, yəni fe'li sifət isimləşə də bilir, cümlədə bəzən sintaktik vəzifəsindən kənara çıxıb cümlədə zərflik də ola bilir. Amma fe'li bağlama cümlənin yalnız və yalnız zərfliyi olur və zərfliyin müxtəlif məna növlərində. Ona görə də digər cümlə üzvləri kimi fe'li bağlama çıxış edə bilmədiyindən B variantı da səhv bənd hesab olunur. C variantı çox sadə, yəni dərhal səhv götürülə bilən bir bənddir. Fe'li sifət həm fe'lin, həm də ismin xüsusiyyətlərini daşıyan sözlər qrupudur. Bəzən uşaqlar burada çaşa bilərlər, yəni fərqinə varmadan isim deyil, sifət düşünmək lazımdır burada. Ona görə də C bəndimiz də səhvdir. D bəndimiz də izahımızda elə var idi. Zamana görə dəyişə bilməyən fe'li sifət zaman məzmununu da ifadə edə bilmir. Xeyr, zamana görə dəyişmir. Yəni, zaman məzmununu ifadə edir. D bəndimizdə səhv bənddir. Doğru cavabımız təsriflənməyən formaların tərkib əmələ gətirməsi üçün ən azı 2 müstəqil söz işlənməlidir. Bəli, burada mürəkkəb sözü nəzərə almaq lazım deyil. Dosta kömək etmək. Baxın, kömək etmək, bir də dosta kömək etmək. Kömək etmək mürəkkəb söz olduğundan dosta kömək etmək bir yerdə tərkib əmələ gətirir. Doğru cavabımız Y bəndidir. 12 nömrəli testimizdə cədvələ əsasən uyğunluğu müəyyən eləyin. Yəni fikirlər və hökmlər. Məsdərin sintaktik vəzifəsi mübtəda, tamamlıq, zərflik, təyin olmaqdır. Məsdərin əsas sintaktik vəzifəsi, yəni isim kimi tamamlıq və mübtəda olmaqdır. Məsdər qoşmalarla işlənəndə zərflik ola bilir. Təyin olmaq xüsusiyyətinə məsdər malik deyil. Oxumaq kimi gözəl bir sənət yoxdur. Belə bir cümləni hədəfdə diqqətə çarpdırırlar. O da çox nadir hallarda. Yəni istisna olaraq bu doğru cavab burada doğru verilib, lakin bu səhv fikirdir. Uyğun deyil. Filmin bitməyinə az qalmış, hamı getdi. Fe'li bağlama tərkibi işlənib. Əlbəttə ki, işlənib. Biz bunu izahımızda da demişik. Mış şəkilçisi fe'li bağlama əmələ gətirən şəkilçilərdən biridir. Zəngə 5 dəqiqə qalmış, müəllim sinifdən çıxdı, uşaqlar sinifdən çıxdı, belə deyək. Bax, o zaman burada yanlış verib bunu. Yəni, doğru olan bir fikirdir, əslində yanlış verilib. Biz onu oynayan gördük. Fe'li sifət tərkibi tərz məzmununu ifadə edir. Doğru fikir yazıb. Biz onu oynayan gördük. Yəni, biz onu nə tərzdə gördük? Tərz məzmununu yox, tərzi hərəkət zərfliyi, yəni sifət üçün, fe'li sifət üçün uyğun olmayan bir sintaktik vəzifə daşıyır burada. Tərzi hərəkət zərfliyi vəzifəsində iştirak edir. Fe'li sifət adətən isimlərin yanında olur sifət kimi, lakin bəzi məqamlarda da belə cümlədə tərzi hərəkət zərfliyi məzmunu mənasında cümlə üzvü kimi çıxış eləyir. Əslində məzmununu vermir. Yəni, burada doğru verib, buna görə də bu səhv bənd sayılır, uyğun deyil. Fe'li sifət isimləşəndə ismə aid bütün xüsusiyyətlərini özündə daşıyır. Ümumi xüsusi ola bilirmi? Fe'li sifət ola bilmir. Yanlış yazılıb,
Mücərrəd konkret ola bilirmi? Ola bilmir. Fe'li sifət isimləşəndə. Təbii ki də ki, isimləşərkən ismin bir neçə sualı var. Fe'li sifət hara sualını belə cavab vermir. Ona görə də bu yanlış bənddir. Elə doğru bənddə D bəndimiz sayılır. Məstər hallansa da mənsubiyyətə görə dəyişsə də cəmlənmir. Yanlış verib, amma bu doğrudur. Oxumaqları bu məstərə aid xüsusiyyət deyil. Onların oxumaqları. Cəm şəkilçisi qəbul eləmək məstərin ismə aid xüsusiyyəti deyil. Zamana görə dəyişmək də məstərin fe'lə aid xüsusiyyəti deyil. İzahlarımızı bəyəndinizsə abunə olmağı və bəyənməyi bizdən əsirgəməyinizlə bizi sevindirərsiniz. Təşəkkür edirəm hər birinizə.